Karoçini ayırırıq. Maşına oturduq birinci. Qapının örtüldüyündən əmin oluruq. Sidenyanı düzəldirsən, güzgülərini kontrol edirsən, düzəldirsən. Deglovkanı apardıqdan sonra başlayırıq imtahanı. Remen taxıldı. Amma birdən bu yanındakı polis eləmir. Bəzən remeni taxmır. Eğer o remeni taxmırsa, ona da denən ki, remenini taxıyın. Yaxşı mı? Maşın xodlayırıq. At deyəm. Все, xodlandı. Bezənlə xodlandı. Все. Bırax rüçnayı. Sol güzgünə bax, yandır solu. Əyil bədəndən sola bax, gör maşın gəlir. Gəlmir, deyil mi? Baxay, все, davam edir. Qaz ver gedir. Kruqa girəndə, birinci buradan başlayırsan, içəridə solu yandırırsan, kruqa girən kimi sağ güzgünə bax, yandır sağ. Все, düşür aşağıya. Yolun maksimal sürəti neçədir? 50'dir maksimal sürət, biz sürürük 45'le. Gedirik aşağıya doğru maksimal. Bizə verilən sürət göründüyü kimi 50'dir. Biz sürürük 40 və yaxud 45'le. Yəni bu o deməkdir ki, 40 ilə 49'a qədər icazə var. Yəni 40'dan 49'a tan sürə bilərsən istədiyin sürətdə. Ancaq şərt odur ki, 50'yi keçməyək və yaxud 40'dan aşağı düşməsin sürət. Gedirik düz. Qarşımızda əgər maşın varsa da, onun sürətinə uyğun şəkildə gedə bilərik. Misal, yavaş gedirsə 40'dan 35'le gedirsə, 40'dan yavaş gedirsə, onda onun sürətini uyğun gedirik. Yox, amma sürətli gedirsə, qayda qanunlar riayət edirik. Sağda, gördün mü sarı stolpalar var, balanca? Onun yanında sağ güzgüyə bax, yandır sağı, keç sağ tərəfə. Avtobus znakının yanında, onu görəndə sağ güzgüyə bax, sağa keçdin. Ardından tormozluysan, sürətini alırsan 20'yə 25'ə. Azalt sürətini, azalt, əyil bədənindən bax sola. Maşın gəlirmi? Yoxdur, sürüyün. Sürüyünə sağ tərəfdən gedin, bir əlgənə bax sağa, bədənindən əyil, qaz ver. Yandır sol güzgünə baxıb solu. Bax, sürətini al, çıxa bilirsən güzgüyə bax. Çıxamırsansa yavaşla bırax geçsinlər. Yenə çıxamırsan, buradan saxlayıb, təzədən sürəti yığıb, şey eləmək olan, saxla burada. Çıxamırsan deyə, deyil mi? İçəridə saxlayırıq. Gözdə. Çıxa bilirsən indi? Bax, güzgüyə bax. Qaz və içəridə hələ sürətini yığ, ardından elə çıxacaqsan. Güzgüyə bax, elə çıxasan. Yığ sürətini, yığ, qaldır. Güzgüyə baxa. Aha, isə. İçəridən sürət yığıb, təkrardan elə çıxa bilərsən. Əgər çıxanmasa, yaxşı mı? Davam edirik. Kompüter burada bizə deyəcək ki, 500 metrə sonra dönəcəyik sol tərəfə. Maksimal yolun sürəti 70'dir. Biz sürürük 60'dan 65'le. Gedirik düz. Bizə verilən maksimal yolun sürəti 70'dir. Ancaq bayaq da dediyim kimi, qarşıdakı maşının sürəti əgər yavaşdırsa da, bizə verilən sürəti, məsəl üçün 60-65'dirsə, o gedir 50 və yaxud 55 və yaxud daha az gedirsə, biz artıq onun sürətinə uyğun gedirik. Yox, sürətli gedirsə, qayda qanunlarsa biz elə gedəcəyik. Samas metr şəndəki Marçıxnev, ardından sağ deyəcək Mali. Get. Artıq sağ kompüterdə deyib Mali. Mali sözünü eşitdikdə sol güzgüyə baxın, sol yandırır. Yerdəki düz xəttə yaxın tut sol tərəfə. Boşluğu görürsən mi? Boşluqda get qırıq xətlərdə saxla, qarşıdan gələnləri buraxıb sola dönəcəyik. Saxla burada. İndi qarşımızdan gələn bütün maşınları buraxıb, ardından dönəcəyik soldan sola. Sol güzgüyə bax. Dön indi soldan sola. Dön. Yol sənin. Dön soldan sol xətti tutuyun. Görsən, maksimal verilən sürət neçədir bizə? 40. Maksimal 40'dır. Yəni bu nə deməkdir? Biz neçə sürəcəyik ki? 25 mi sürmüş? 30-35 sürmüş. Maksimal 40'sa da 30 və yaxud 35 sürmüş. Piyada xəttini görürsən mi? Piyada xətti gözdən sənə verir, yaxşı görmür. Ancaq sınaq var. Yəni bu o deməkdir ki, piyada xətti var, ancaq görürsənmi? Yaxşı görsənmi? Bil ki, burada da piyada xəttidir. Sağına soluna fikir ver gedinə. Düz sür. Dediyim kimi, maksimal verilən sürət neçə idi? 40 idi, sürücü yoxsaq 35-lə. Davam edirik. Spuska olduğuna görə görürsən, aşağı doğru gedirik. Qazla sürməyə ehtiyac yoxdur, sürət çox artacaq.
Yeri gələndə tormozdan sürətimizi ayırırıq. Regulovka eləyirik. Get düz. Samas metr şimdi Kuvvet marcı. Get. 300 metr sonra dönəcəyik sağa. Sürdüz. Var mı peş oldu? Yoxdur, davam edir. Sağ tərəfinə bax güzgünə. Sağ tərəfi keçə bilsənsə sağa keçəcək. Qarşıda maşın yoxdur, deyil mi parkovkada elə? Yoxsa yandır buradan keç sağ tərəfə. Görsən maşın var. Geri yandır sonra. Ona görə deyirəm, bax ilə maşın yoxdursa da elə keçinə sağa. Yandır təzələtən da sağa. Güzgüyə bax elədir. Keç sağ tərəfə. Maşınları keçdikdən sonra zebraya bax adam var mı? Yoxdur. Gir sağa. Üst bucaqların yanında yavaşla bədəninlə sola bax gör maşın gəlir. Yandır sağa. Var mı? Yoxdur, çıx ilə. Çıx, gənə xəzidə saxla burada qırıq xəttlərdə bax ilə. Var mı? Yoxsa öz xəttinə gir. Birbaşa iki xətt dəyişilməzsə. Birinci sağ xəttə gir. Bax peşxodun sağ və soluna var mı adam? Yoxsa davam edə. Zebraya gir səndən sonra. Artıq nə zaman imkan varsa da yandırıb keçəcək hara? Sol tərəfə. Tələsməyə ehtiyac yoxdur qırıq xəttlərdə. Çıxamırsa sərəldən çıxır. Çıxa bilirsən mi? Az ver çıxır. Zebranın sağına soluna bax. Biraz torumuzu yavaşca atca, bax sağa sola heç kəs yoxdur. Deyil mi? Sür gedək. Sür gedək. İki tərəfə də diqqətdən həmin adam olmadı. Svetoforu görürsən, bundan qalx qarşımıza çıxan bir svetofor olmuşdu mu? Bu ilk svetofordur, deyil mi qarşımıza çıxan? Bu ilk svetoforu keçdikdən sonra artıq yandırıb keçəcək hara? Sol tərəfə. Get. Yaşıl yanır piyada var. Yol veririk mi? Üstünlük bizdədir. Sol güzgüyə bax. Nə zaman imkan olsa yandır sola keçirik. Nə zaman imkan olsa tələsmə. Artıq imkan var. Keçirik sol tərəfə. Davam edə gidelim. İrəlidə bir peşəxod yanı var. Çatmadan əvvəl ən az 3-4 dəfə sağına soluna bax yenə gör adam var. Diqqətlə bax gör var mı? Adam görürsən? Yoxsa davam edə gidelim. Gənə bax sağ və soluna var mı adam? Yoxdur, sür gedək. Qırmızı yəni nətər saxlayacaqdıq. Xazi gözünə itəndə maşını saxlayırsan. Get. Saxla. Sən burada sola adlatmamızda məqsəd həll bilirsən mi? Əgər sağ tərəfdən getsəydik, orta zolaqdan, irəlidə sağda görürsən parkovkada olan maşınlar var. Ondan əlavə taksilər durur orada. Yəni çıxan girən çox olacaq o tərəfə. Ona görə də sıxıla bilərsən oradan getsən. Amma sol tərəfdə getsən, yol boş görürsən, rahat gedəcəksən. Sür, az sola çəkinən ki, istədiyimiz kimi rahat girə bilək. Tormuzda bir azca bax yama var, görürsən, pisdir yol. Yavaş get. Yaşıl yanar, piyadaya yol vermirik. Sürüb düz gedirsən. Yaşıl yananda ümumiyyətcə piyadaya yol verilmir. Üstünlük bizdədir. Ancaq vuracaq şəraitdə isə də bunda məcbur avariyonun yandırıb belə yol veririk. Bax peşxodun sağ və solda. Sol görürsən protifdədir. Ona yol verirsənmi? Bax dursaydınız protiflərə deyim sol tərəfdə. Yol verməyəcəkdik. Amma sür. Amma indi protifdəki gördün mü? Addımını atdı. Maşınlar ona yol verdi. O da gəlirdi biz tərəfə doğru. Ona görə məcbur ona yol verdik. Amma orada olsaydı solda biz əyilib ona yol verməyəcəkdik. Zaten məntiqlidir ki, protifdəkilər ona yol verməyibsə bizim ona da yol verməyimiz. Azad 20-25-ə. Bax peşxodun həm sağda, həm solda. Var mı adam? Yoxdur. Tormuzdan çək ayağını qoy maşınız rahat atasın. Davam edə gedək. Bax onun elə orada dura biləcək bir yeri olmadığı üçün biz onda məcbur ona yol veririk orada. Protifdən gəlsə bilir. Çünki artıq addımını atıbdır, bizim liniyaya doğru gəlir, biz ona məcbur yol veririk. Amma sağ tərəfdəki, bax görürsən bizim liniyadakılar. Sağ tərəfdəki, ortadakı, bax görürsən gəlir. Dursa belə sağda, biz əyilib ona yol verməliyik. Çünki bu dəfə yolu biz veririk, protifdəkilər yox. Sür gedək daha yoxdursa da iki tərəfdə kontrol edirik. Qarşıdakı maşının arxa təkərlərini rahat görə biləcək bir şəkildə əyləyək. Get. Saxla. Davam edə. Soldan gir. Zebranın həm sağ, həm sol hissəsinə bax, görə adam var. Var mı? Yoxdur. Yoxdur, davam edə.
Sağ kompüter deyəcək ki, yerdən 300 metre sonra dairə vukukdan sola, ardından sola dönüyor. Mali deyəndə güzgüyə baxıb yandırırsan sola. Təxmini buralar. Hazard sürəti 20-yə, 25-ə dön sola. Dön sola. Üç buzaqların yanında saxla, solu yandır. Əyil bədəndən baxsana, yox maşını saxla burada. Öz liniyanı bırax, ardından çıxından sola. Qaz ver çıxma. Öz liniyanı bırax, ardından çıxıyor. Buradan gələn maşınlar, sağdakı maşınlar düz getməkdə birinci gərək sağ yol verir. Ana yolda sənsən. Heç kəsi gözləmirsən. Görürsən, piyada gəlir, amma onlara yol veririkmi? Yox. Çünki Avtomat hələ çox uzaqdadır, elə deyil mi? Onlar oturub bir saat gözləmirik. Get, bax, şu ortadan var mı? Həm də piyadaya gedirlər, elə deyil mi? Lap uzaqdadırlar. Yolun o hissəsindədirlər. Bax, görürsən, buradan ağrır, fəntə gedirdik. Soldan, sonra elə deyil mi? Məqsəd nədir? Sağımızdakiləri sıxmayaq. Düz getsək, onların qarşısına keçəcək. Onu da siqnal versələr, kəsilərik. Bax, zebranın həm sağ və sol hissəsini. Azalt biraz sürəti görsən, gəlir. Saxla onu bırax. Qarşına gedəndən sonra yenə bax, sağ soluna, yoxsa davam edir. Gedə bilərik. Sür gedirik. Avtobus adam düşürüb, mindirir. Nə arayır, qayrayır? Əyilib qarşısına baxır. Burada məqsəd nədir? Əgər avtobus adam düşürüb mindirəndə, məsəl üçün, ola bilər ki, içində uşaq olsun və yaxud bir miftə adam düşsün maşından, bizim qarşımıza doğru gələ bilər, elə deyil mi? Ya qaça bilər də, uşaq qaça bilər. Ona görə də ehtiyatlı olub, qarşısına əyilib baxmaq lazımdır. Baxmadığımız təqdirdə nə olur? Altı kulağımız sınır. Bizim cəmi balımız 12-də bilirsən, yarısı gedir birbaşa. Bax, həm peşəxoddur, həm tramplindir. 20-yə, 25-ə alırıq sürətimizi, sağ və sol hissəyə baxırıq. İndi o gələnlərə yol veririk soldakılara. Çatıblar görürsən, məcbur yol verəcəyik. Addım atıqlar peşəxoda, o bizlər buna yol verdi, artıq biz də veririk yol. Sən ilə keçdikdən sonra davam edə bilərsən. Davam edir, gidir. Tabelayı görürsən, tabelayı görəndə sağ güzgüyə bax, nə arırdıq? Güzgüyə bax, imkan varsa eğer, yoxsa düz davam edir. Var mı imkan? Varsa da keçir, yoxsa irədən keçəcək. Nə zaman imkan yaratsan. Bax, peşəxodun həm sağ və həm sol hissəsinə varmadan yoxdur, elə deyil mi? Gəlir, bu gedir. Peşəxoda gəlir, sür gedir. Yaşıl yanında yol bizim öyle değil mi? Sürdük buranın düz gedik. Neçə saniye var ayın? Çatdırabilirik mi? Tələsməyə ehtiyac yox. Tələsmə. Çatdıramırsansa tələsmə. Yaxşı mı? Yaxınlaşdır biraz, yolu rahat çəkin, yaxşı mı? Ayqa, biraz yaxınlaşdır, yolu çəkin rahat. İmtihanda 2 həmləli bıraxsan kəsilərsən. Yox, bilirəm onu. Sür gedir. Açı sağa çək, istədiyimiz yer rahat şey yol qalsa gələcək. Piyadaya yol veririkmi? Yox, niyə? Yaşlı zəmin. Bəs burada piyada xəttində olsaydı verirdi. Niyə? Üstünlük yollarda deyil mi? Svetofor yoxdur. Söylədi. Qutası metr işləmdir. Cərəyli motor olmadan o marçıqını versə şəkil marçıqını. Da marçıqını marçıqını. Kediyən. Düz sür. Samas metr işləmdir. Cərəyli motor olmadan marçıqını. Marçıqını. Sola deyəsiq, elə deməli. Bax, 5 haftadan var mı?
güzgüyə bax, sola gör yandı keçir, desəm sola, yandı keçir sola. Keçən bir sənə biraz yavaşla, sol yandı güzgüyə baxıb, indi qaz ver, çıx inan sola. Keçir. Bax zebranın sağ və sol hissəsinə var mı? Yox, yoxsa devam edir. Mali böyük marçıq. Yol verirsən, üstünlük bizələrə döymə. Azad 20'ye, 25'e dön soldan sola. Dön soldan sola. Arkasında iki təkərlə rahat görünəcək şəkildə əylə. Bu gedəndən sonra naxadı çıxma. 3 bucaqlar var yerdə. Gözləmək oldu. Sağımızı buraxacaq. Gediyinə sol yansın. Əyl sağa bax. Çıxın. Görürsən piyada buraxılır Allah. Sən çıx rahat. Rahat çıx sola. Sol tutduq. Düz bələm düz gedəcək. Devam eyle. Yolu düzelt. Git sür. Ana yolda bizi. Üstünlük bizde sürüyor. Soldan gir. Sen hardan girmiştin başta? Sol. Hara girməsin be. Soldan gir, değil mi? Bak zebraya. Diqqətlə bak. Yok değil, heç sür gidiyor. Zebrayı keçəndən sonra nə zaman imkan yaransa sağa dönür. Nə zaman yaransa. Yerdəki xazilərə fikir verir. Qırıq xaziləri olduğundan alınır. Düz pasada atdım, yaxşı mı? Nə zaman imkan yaransa deyəcək sağa. Saxla, sol. Piyada qoy getsin. Yana var mı? Naxalı çıxma. Bax iki tərəfə də. Yoxsa davam edir ki, nə zaman imkan yaransa sağ güzgünə bax, keç sağ tərəfə. Yadına düşür bunu. Yola təzə başlayanda biz bu svetofordan sonra sola keçmişdik. Artıq yerlər dəyişir. Biz bu svetoforu keçəndən sonra nə zaman imkan yaransa artıq adlayacaq sağ balası. Nə zaman imkan yaransa tələsməyə ehtiyac yoxdur. Var mı imkan? Zebranın həm sağ, həm sol hissəsinə diqqətlə bax, gör adam bax. Sağdakı gör adlamaq istəyir mi? Zebrada. Malimov, mit marcı. Marcivana deyəndə artıq mali deyəndə sağ gücə bax, sağa yandırırsan. Kontor sağ gerdən deyir xutası, ardından samasi, sonda deyir mali. İndi bura diqqət edin. Görürsən, birdən avtobus əylənsə burada. Adam düşürsən, sən sola deyir, geri sağa addama. Çünki düz xət var, yerdə kəsilərsən, sən sağa girəsən. Burada piyada xətti yerdə yoxdur, görürsən. Amma əslində piyada xətti var. Ona görə də adam addasa, burada saxla yol veriyinə. Sür gedək. Maksimal yolun sürəti neçə idi? 50 maksimal yolun sürəti də ancaq yol təzə düzəldiyinə görə görürsən, ona yol verirsən, vermirsən. Vermirsən, peşotum var yerdə. Sür gedək. Bax görürsən, yol təzə düzəldiyinə görə burası naq qoymayıblar elə ki. Sürət sınaqı yoxdur. Sürət sınaqı olmayan yerdə sürətimizi 40 tutmalıyıq, yaxşı mı? Maksimal sürət 40 tutuyum. Самосметр şimdiki muhabbet marcın. Get marcın. DJS kompütör. Sen de artık mali sözün işlerinde yine sağ yüzüne bakıp sağa yandırdıktan sonra keçersen sağa maşından sonra yandırdın sağına yüzüne bakıp sağa yandırdık. Yüzüye bakıp geç sağa.
Get sağa. Solunu görə biləndə rahat əylə, power kenasını keçir. Əylə, bax, gör maşın gəlir mi liniyanda? Yoxsa çıx sağa. Baxa çıx. İndi sol güzgünə baxalım. Düz al yola keçir. 20-yə 25-ə al sürətini, tramplini keç. Bu dəmir də tramplinsədir, buradan da 20-25 keçməyə məcburiyyətdir. Gedin. Qaz ver. Artır sürətini, neçə artırsan, 50 maksimal olan yerdə 40-a 45-ə qaldırırsan sürətini. Samasmetr işləmdə kompüter bizə marcivanə deyir, sağ deyir, değil mi? Amma ki, biz yandırırıq hara? Sola. Marçıqına görə, değil mi? Gedin. Marçıqını yandıracaq, ged. Görürsən nə znakıdır, kamera znakıdır. Bunun yanında üje yandırırsan sola, güzgüyə bax. Artır sürəti. Duvarı görürsən solda. Duvarı keçdikdən sonra bədənimizlə əyilib sola baxırıq 2 dəfə. Bax çək, baxıl qalma. Bax çək, vəsə. Bax çək, vəsə. Yoxdur maşın. Sol güzgünə baxa. Maşın gəlirsə uzaqlarda saxla. Artır sürəti çıx ilə. Qaz ver. Pavotika da yanır keçirmək. Güzgüyə baxa. Yola təmiz düzəl, ardından pavotika keçirərsən. Təmiz düzəl yola, vəsə. Yolun bizim üçün verilən maksimal sürəti neçədir? 70'dir, biz sürdük. 60-65. Bəli. Dediyim kimi, qabaqdakı yavaş getsən ağırlıq. Bizə verilən sürəti getsən ağırlıq. Sürəti getsə qabaqdakına ağırlıq. Biz yenə sürətimizdən çeyirik. Aysa, biz o sürətimizdən hərəkət edirik. Yol veririk mi bunlara? Belə olandan ağırsan. Keçir. Sür. Riski qavamız çəkdi, avaryyanın stresi yaratırdı. Yol bizim olduğu qaydaya qarşımıza çıxdı. Uca biz ona məcbur veririk. O qaydayı pozursa biz də ona bağlı pozmuruq. Biz öyle derik, eşəkləyəlib, su qulaqla giderilməsin. Gedərək. 70 maksimaldan yerdə sürətimiz 60-65. Birazdan 50 znakını görəndə sürətimizi neçə alacaq? Gördün mü 50 znakını? Başda sürətini azaltmaya 40-45. İçəri elə girməli ki, sürət 40 və 45 olsun. Və ya 40 arasında bir sürət olsun. Sürətimiz neçədir? 45 gedirik yenə, amma qarşıda poti znakı var. Görürsən, müstəvi poti yazır. O znakatan elə gedəcək, ardından sürəti artıracaq neçəyə? 90 maksimal olan yerdə 75, 80-85 sürət varsa, qaldır sürət. 85 sürməni məsləhət görmürəm, çünki 85 qalxan yerdə 90-da qalxacaq sürət. Sürət tez artacaq. Sən 80 maksimal tut gedəlim özün üçün. 75-80 gedin. Qaldırsan sən. Magistralda nəyə icazə var, nəyə icazə yoxdur. Tormuza icazə var mı? Maniyə yoxdursa. Ümumiyyətlə magistralda tormuza icazə var mı? Yoxdur, değil mi? Nətə yavaşlayacaq? Qaz ayağımızdan olayım, belə değil mi? Və yaxşı, avariya yaşayacaq da, avariya situasiyası yaşayacaq, belə değil mi? Ondan ağırıyıq. Sol tərəfimiz boşsa da yer, yandırıb sola keçə bilərik, düzdür mü? Və yaxud sol tərəfdə doldur. Elə deyilmi? Ayağımızı qazdan çəkdik, gənə sizə onu xeyir eləmədi, vuracaq. Ondan ağırırıq. Uca məcbur tormuzlaya bilərik. Yəni, məcbur olmadığı sürəcə tormuz verməyə ehtiyac yoxdur. Ya daha doğrusu vermirik.
Ortasmetr işinde kuvvet marş. Gazdan al. Gazı var, gaza basın. Samasmetr işinde kuvvet marş. Sayısında gelir yine değil mi? Kamera znakını kesenden sonra ayağını gazdan çek. Znakı gördün mü sen? Znakı görəndə sağ gücünə bax, yandır sağ. Güzgüyə baxa-baxa girsən. Güzgüyə baxa-baxa, tormuz görmədən. Girdikdən sonra artıq tormuz deyib 30-35 alırsan sonra. Azalt 30-35 al, kesib hava tıkla. Sonra devam elə gidiyor. Samasmetr şimdi kuvvet marcini ödəyəcək. 300 metr sonra dönəcəkdir sağa. Amma biz narırıq, sağ verir, amma biz yandırırıq sola. Mali deyəndə yandırırsan, yaxşı. Mali. Yandır. Mali kompütör sağ tərəfdə. Daşın yanında görürsən. Onun yanında saxla. Bunun para. 4 təkərin 4-ünü də saxla. Maşın oldu, olmadı yağsını. Stopda saxlamaq lazımdır. Əgər bizim olduğumuz toçkada başqa maşın olsaydı, biz də onun arxasında olsaydıq, biz yenə saxlayacaqdıq. Yaxşı mı? Yəni hər halda nə olur olsun stopda saxlayırıq. Minimum 3 saniyə saydın mı? Güzgünə əyil bax bədəndən sola. Maşın gəlirmi? Gəlir. Bırax maşınları, ardından qaz ver, çıx ilə. Qaz ver. İndi sol güzgünə baxa-baxa. Sol güzgünə baxa-baxa. Maksimal yolun sürəti neçə idi? 60 sürürük biz. Burada qaldır sürətini 60-a. 55-60 sürməyə icazəmiz var. Qaldır 55-60-a. İrəlidə 50 znakını görəndə artıq nə alacaqdır? 50 znakını 40-a 45-a. Gördüyüm 50. Biz 40-45 içəri daxil olmalıyıq. Gedirik, irəlidə nə znakı var? Orada sol yüzüyə baxıb solu yandırırıq. Görəndə. Yandır solu. Artıq daha sürəti magistral düzələcək. Çıxar o solu, qaldır sürəti. Qaldır. Yığ çərdən sürəti yığ. Yığ çərdən sürəti yığ. Çıxa bilirsənmi? Qırıq xəttlərdən başlayır, çıxa bilirsənmi? Aysa. Keçir. Devam edir. Yenə maksimal sürətimiz neçə? 90'da bir sürətlə 80. Get 80. 75 və yaxud 80 sür. Snap'ini gördün mü herhalde? Ayağını gazdan çək. Sürət qoy düşsün 60 var, 65. Düşdüm sürətin 60. Sağ güzgünə bax, sağ yandır. Güzgüyə baxa-baxa girəcək. Sağ. Qırıq xəttlərlə. Biraz irəlidə, ondan sonra gir. Başı buralardan gir. Tormuzda girəndən sonra keçib bağırdı ki, bir yeskənə sağ güzgüyə bax, yandır sağ. Azal 20-25'e dön, sağ gücüne bak, hele dön yine 20-25'den sağ tut, güzel bura, ardından sol gücüye bak, sol yandır, geç sola, geçir, maksimal yolun sürəti neçəydi? 50 maksimal bir sürdük 40-45.
sol gözünə bax, soluna. Harda tabela görürsən sağ, bunun yanında. Get. Birinci çıxışdan çıxana yol veririkmi? Vermirik, sür gedirəm. Krukdan yol, frana yol veririkmi dönənə? Ona görə yol veririk. Get, düz get, sağ tərəfə yaxın get, sağ tərəfə yaxın. Yuxarıdan gəlinə yol verirsənmi? Yox. Üstünlük bizdə. Dalına sağ gücəyə bax, yandır sağa. Get qapıda əylə.